Çalışlar deyir ki, ləvənginin soğanı mütləq qırmızı olmalıdır, turşusu da alçadan olmalıdır. Mən isə deyirəm ki, bu dəfə mənim üsulumla hazırlayın. Bu turşuları da özüm hazırlamışam, satışı da var. Öncə soğanı ət maşından keçirdirəm, suyunu təmiz sıxıram. Qozu isə mən keçirdirəm blenderdan ki, biraz irili qalsın. Sonra öz hazırladığım alça və nar turşusunu qarışdırıram. Biraz duz, biraz istiot vururam və salam hazırdır. Daha sonra ləvəngidən yağlı kağızın üzərinə bütöv-bütöv elə bir toyuğa yetəcək qədər 200 qramlıq yığıram. Bunları dondururam. Tam donandan sonra vakuumlu paketin içinə və yaxud da pingvin kuloklarının içində saxlayıram. Mənə rahat olan vakuumlu paketin içindədir. Lazım olduqca çıxardıram, istifadə edirəm. İnanın ki, əlinizin altında ləvənginin olması bir prestijdir desəm yalan olmaz. Ləvəngini çox sevirəm. Həmişə buzluğumda artıq bu şəkildə ləvəngilərim olur. Siz də hazırlayın.